Salam əziz dostlar. Qəlbin Səsi rubrikamıza xoş gəlmisiniz. Yenidən sizinlə birlikdə olmaq mənim üçün çox xoşdur. Bu rubrikada indiyə qədər həyatımıza, düşüncələrimizə və daxili dünyamıza müxtəlif tərəflərdən baxmağa çalışmışıq. Özümüzü dəyişməkdən, həyatdakı səbəb və nəticələrdən, insanın ruhundan və bizi düşündürən bir çox məsələlərdən danışmışıq. Bugün isə söhbətimizi biraz başqa istiqamətə yönəltmək istəyirəm. Bu dəfə sizə bir sual vermək istəyirəm. Niyə biz özümüzü başqalarına sübut etməyə bu qədər ehtiyac duyuruq? Niyə istəyirik ki, İnsanlar bizim haqqımızda yaxşı düşünsünlər? Niyə bəzən kiminsə bizi düzgün anlamadığını görəndə özümüzü izah etməyə, haqlı olduğumuzu göstərməyə, yaxşı insan olduğumuzu sübut etməyə çalışırıq? Bəzən hətta həyatımızı başqalarının gözündə necə görünəcəyinə görə yaşayırıq. Görəsən mənim haqqımda nə düşünürlər? Görəsən məni uğursuz hesab etməzlər ki? Görəsən mənim etdiklərimi qiymətləndirərlər? Və fərqinə varmadan özümüz üçün deyil, başqalarının təsdiqi üçün yaşamağa başlayırıq. Amma burada çox vacib bir sual yaranır. Əgər biz öz dəyərimizi bilmiriksə, başqalarının bizi təsdiqləməyi nəyi dəyişəcək? İnsan özünü sübut etməyə niyə başlayır? Bəzən bunun kökündə uşaqlıqdan gələn bir ehtiyac dayanır. Bizə daim daha yaxşı ol, filankəsdən geri qalma, sən bunu bacarmalısan deyildikdə, zamanla özümüzü olduğumuz kimi deyil, nailiyyətlərimizlə qiymətləndirməyə başlayırıq. Sonra böyüyürük və özümüzə belə bir yük qoyuruq. Mən daha çox qazanmalıyam, daha uğurlu olmalıyam, daha gözəl görünməliyəm, daha güclü görünməliyəm, hamıya göstərməliyəm ki, mən bacarıram. Amma həyat bir yarış deyil. Biz hər gün kiməsə öz dəyərimizi sübut etmək məcburiyyətində deyilik. Bəzən ən böyük rahatlıq insanın belə deyə bilməsidir. Mən kim olduğumu bilirəm, hamının məni anlamasına ehtiyacım yoxdur. Çünki səni sevən insan hər şeyi sübut etməyini gözləməz. Səni anlayan insan hər dəfə özünü izah etməyinə ehtiyac qoymaz. Və ən əsası, sənin dəyərin başqalarının sənin haqqında düşündüklərindən asılı deyil. Bəlkə də həyatda biraz daha az özümüzü sübut etməyə, biraz daha çox özümüzü tanımağa ehtiyacımız var. Çünki insan özünü tanıdıqca başqalarının təsdiqinə olan ehtiyacı azalır. Və bir gün anlayırıq ki, mən hamıya özümü sübut etməli deyiləm. Mən sadəcə özümə qarşı dürüst yaşamalıyam. Özümə xəyanət etməməliyəm. Bəlkə də əsl azadlıq elə buradan başlayır. Siz necə düşünürsünüz? Sizcə insan niyə özünü başqalarına sübut etmək istəyir? Fikirlərinizi şərhlərdə mənimlə bölüşə bilərsiniz. Bugün Qəlbin Səsində sizinlə bölüşmək istədiyim fikir bu idi. Növbəti görüşümüzə qədər özünüzü başqalarının gözündə deyil, öz qəlbinizdə axtarın. Sağ olun əziz dostlar, sizinlə yenidən görüşmək ümidi ilə.